Qəbulumuza gələn hamilələrdə çox tez-tez rastlaşdığım məqamlardan da biri göbələk infeksiyalarıdır. Bəli, göbələk infeksiyaları və yaxud da vaginal kandidoz hamiləlikdə çox sıx rastlanan patologiyalardan biridir. Əsasən kandida cinsindən olan göbələklərin yaratdığı infeksiyalardır. Əlbəttə ki, göbələk infeksiyası şərti patogen mikrofloradır. Lakin hamiləlik dönəmində daha sıx-sıx rastlaşmasının səbəbi hamiləlik zamanı dəyişən hormonal disbalans, estrogenlərin artması və bunun da uşaqlıq yoluna göstərdiyi təsir fonunda üzə çıxmasına bağlı olur. Əlbəttə ki, hamiləlik dönəmində immun sistemin aşağı düşməsi də göbələk infeksiyalarının rastlaşma tezliyini artırır. Bəs yaxşı, hamilələr hansı şikayətlərdən bizə gəlir? Əsas şikayətlər uşaqlıq yolunun ifrazatı, uşaqlıq yolunda qızartı, cinsi əlaqə zamanı yanğı, quruluq, uşaqlıq yolunun şişməsi hissiyatı, sidik aktının daha ağrılı olması və bir də kəsmiş şəkilli ifrazatın gəlməsidir. Göbələk infeksiyalarının diaqnostikası çox asandır. Uşaqlıq yoluna yaxma kultivasiyası götürməklə biz bu infeksiyaları tamamilə müalicə etmiş oluruq. Əziz hamilələr, əgər siz də sadaladığım bu şikayətlərdən narahatsızsa, gecikmədən öz ginekoloqunuza müraciət edin.